Dəriləri 3 növə bölürük. Yağlı dəri, quru dəri və karma dəri biz buna deyirik. Yəni qarışıq dəri tipi deyirik biz buna. Biz çox zaman belə deyim sizə, qış aylarında daha atoptik dəri tipi deyirik biz buna. Yəni təbiəti pozulmuş dəri tipi deyirik ki, kişilərin və qadınların ağız və göz ətrafında biz çox görürük, pullanmaları görürük. Dəri belə bir şeydir, soyuğa və istiyə reaksiya verir. Görürsünüz ki, yay aylarında çoxsu deyir ki, gəzdim, özəlliklə Bakıda və dənizkənarı Sumqayıt, Novxanıda yaşayan bizim əhalimiz. Biraz gəzirəm, tərləyirəm, dərim yağlandı. İstidə biz bunu görürük. Dəri başlayır tər ifraz eləməyə, yağ istifadə və sebum eləməyə ki, dərini günəşə qarşı qorusun. Əlbəttə ki, dərinin də özünü qoruma mühiti var. O, beyin ona siqnal göndərir, dəri özünü qoruyur. Quru dəri isə, qışda isə dəri susuz qaldığı üçün atoptik dəri tiplərində özəlliklə biz bunu görürük. Yağlı dəri tiplərində çox müşahidə eləyə bilmir, amma onlarda müşahidə olur. Soyuqda dərinin direnci qırılır deyə özəlliklə göz ətrafında və ağız çevrəsində biz bunu görürük və qulaq arxasında görürük. Dəri quruyur və quruduğu zaman da pullanma verməyə başlayır. Biz bu tipli insanlara nəmləndiricilərdən, xüsusi okluziv kremlərdən, yəni o dərinin əvvəlki vəziyyətinə qayıtmaq üçün xüsusi krem və belə deyim də məhsullardan istifadə etməyə məsləhət görürük.